Xəzər polisi tərəfindən saxlanılıb. O qəsəbə ərazisində yerləşən Samsung mağazasından oğurluq etməkdə təqsirli bilinir. İçəri daxil olmaq istəyərkən Xəzər rayon polis idarəsinin 2-ci polis bölməsinin və mühafizə idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Xəzər rayon polis idarəsinin istintaq şöbəsinə gətirilmişdir. Miri Şalməmmədov deyir ki, sözügedən mağazanın daimi müştərisi olub. Oradan kreditə 2 ədəd mobil telefon götürüb. 2 ildir ki, həmin telefonlara aybayi 58 manat ödüyor. Lakin növbəti ayın kreditini ödəməkdə çətinlik çəkdiyindən oranı qalet etmək istəyib. Məqsədi mağazada olan bahalı əşyaları oğurlayıb satmaqla kreditini ödəmək olub. Gecələr yadıma düşür ki, buna fəhləlik eləyib, əziyyət çəkib pul vermişəm, ayda 58 manat. 3 gün ərzində hər gün axşam beynim sönürdü. Gedirdim, yarı yoldan qayıdırdım. Elə bir şeytan qaytarırdı. Lakin 4-cü dəfə çirkin niyyətini həyata keçirib. Bu səfər oldu ki, gedəndə siqaret çəkə-çəkə getdim. Başım qaçdı, gördüm ki, Samsun qabağında. Dadım gəlmişəm. Ziyan verim, çıxım gedim. Əlimdə də belə mandurovka var idi. Atam almışdı, həyətdən mıxsat çıxarmaq. Elə bir qapını aldım, çəkdim, belə gördüm, yox, çıxmıyor. Sonra gördüm ki, qapı çıxmıyor. Şüşədir, qalın şeydir, maşallah. Yüzümü belə çevirdim və vurdum şüşəsin var. Sonra bir tərmə ilə vurdumsa barmağımın yarısı kəsildi. Sonra bir dənə təpik. Lakin plastik qapını açdıqdan sonra qarşısına çıxan növbəti dəmir barmaqlıq onun planlarını alt-üst edib. Şüşəni sındırdım. Elə belə içəri girəndə gördüm işotqanı. Dala qayıtdım, dedim, ayda. İşotka hardan çıxdı? Niyə çıxdı işotka?